Salam, hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Bugün sizə isimin sonuncusu olan isimin morfoloji xüsusiyyəti, isimin cümlədə rolunun izahını verəcəm. Bununla da isimimiz bitəcək. İnşallah keçəcəyin sifətə. Nə deyir birinci testdə? Deyir ki, taxılçılıq rayonu birləşməsinin aslı sözlə bağlı birləşməsində aslı sözlə bağlı səhvi müəyyənləşdirin. Aslı söz yəni birinci tərəf, əsas tərəf isə ikinci tərəfdir. Deyir ki, İsimdir, nə sualına cavab verir. Taxılçılıq rayonu, nə rayonu? Bəli. Adlıq haldadır, təkdədir. Adlıq halda deyil. Taxılçılıq rayonu ikinci növ təyini söz birləşməsinin aslı tərəfini təşkil edir. Yəni, ikinci növ təyini söz birləşməsinin aslı tərəfini qeyri-müəyyən yiyəlik hal təşkil edir. Yəni, qeyri-müəyyən yiyəlik halı mən görmürəm. Yalnız ikinci növ təyini söz birləşməsinin aslı tərəfi olur. Yəni, burada yiyəlikdir, adlıqda deyil. Sonra, 2-də nə deyir? Deyir, çıxışıq halda olan İsimlər hansı cümlə üzvü vəzifəsində işlənə bilər? Hansı vəzifədə işlənə bilər? Əlbəttə ki, tamamlıq, kimdən, nədən tamamlıq olur? Haradan isə zərflik olmuş olur. D variantı. Sonra gəldik. Təsiri halda olan isim hansı cümlə üzvü ola bilər? Xəbər ola bilməz. Yadınızda qalsın. Xəbər ola bilməz. Təyin də ola bilməz, mübtəda da ola bilməz, bütün cümlə üzvləri də ola bilməz, tamamlıq olur. Kimi, nəyi, haranı. Bunu yadınızda saxlayın ki, təsiri alın sualları kimi, nəyi, haranıdır. Bircə dənə cümlənin tamamlığı olur. Qutardı getdi. 4-də nə deyir? Altından xətt çəkilmiş sözlər nə sayılmalıdır? Ceyrana bənzər qaçışın, addımla qurban qoluna, tərlana bənzər uçuşun, əl çatmaz ipək yalına. Deməli, altından xətt çəkilmiş sözlə bağlı söz nə sayılmalıdır? Qaçışın nə, uçuşun nə? İsimdir də. İsim. İsim hansı cümlə üzvü vəzifəsində işlənə bilər? İsim hansı cümlə üzvü vəzifəsində? Bütün cümlə üzvlərini. Mübtəda, xəbər, tamamlıq, təyin, zərflik oldu. Cümlələrdən biri isim, cümlələrin birində isim yoxdur. Cümlələrin birində isim yoxdur. Yamanlığa yaxşılıq ər kişinin işidir. Ər, kişi, iş, yaxşılıq, bunlar hamısı isimdir. Yaxşılığa yaxşılıq hər kişinin işidir. Kişinin işidir. Həmçinin bu. Qəhrəmanlar unudulmaz. Qəhrəmanlar birində isim yoxdur. Unutmaq feildir. Qəhrəmanlar sifətləşməyinə baxmayaraq, yəni sifətləşmək nə idi? İsimləşməsinə baxmayaraq, morfoloji cəhətdən qəhrəman sifətdir. Oldu C variantı. Verilənlərdən hansı nəticə ola bilməz? Səbəb nəticə. İsim sifətin xüsusiyyətini daşıyırsa, morfoloji cəhətdən isim olaraq qalır. Bəli, bu bütün nitq hissələrinə, yəni əsas nitq hissələrinə aiddir. Məsələn, tutalım. Sifət, sayın özü, zərfin özü, say məsələn isimləşirsə, sifət isimləşirsə, morfoloji cəhətdən bu isim sifət sayılır, say sayılır və digərlər. Sifətin sualına cavab verir, verə bilər. İsim sifətin xüsusiyyətini götürübsə, ola bilər, əlbəttə, niyə götürməsin ki? Sonra, başqa bir sözə aid olub, onu təyinə çevirməsi, bəli, ümumiyyətlə, sifətin funksiyası nədir? Başqa bir aid olub, onun əlamətini izah eləmək. Cümlədə xitab kimi işlənə bilmir, bəli, xitab kimi işlənə bilmir. Sonra, dərəcə əlaməti qazanır, xeyr. Dərəcə əlaməti qazanmaq yalnız sifətə məxsusdur. Axın, burada deyir, isim sifətin xüsusiyyətini daşısın, müvəqqəti daşımaqda, amma morfoloji cəhətdən o isim sayılır. Dərəcə əlaməti də sifətə məxsus olan əlamət olduğu Y variantı. Sual işarəsinin yerinə yazıla bilər. Düzəltmədir, mücərrətdir, qrammatik şəkilsizdir, isimdir. Deməli, düzəltmədir. Fikirlər burada cəmdədir, qrammatik şəkilçi qəbul edir, yəni düzəltmə deyil. Əli açıqlıq düzəltmə deyil, mürəkkəbdir. Niyə? Çünki mürəkkəb sözdür. Əli açıq. Yadınızda saxlayın ki, mürəkkəb sözün üzərinə istədiyin qədər leksik şəkilçi artırsan da sözün quruluşunu dəyişməyə ixtiyarı yoxdur. Sadə sözün ixtiyarını dəyişə bilər. Qutardı getdi.
Dağıntı onsuz da sadədir. Qaldıq beynən y arasında. Mənə deyir ki, qrammatik şəkilsizdir. Hər ikisində qrammatik şəkilsizdir. Mücərrəddir, isimdir, düzəltmədir. İndi getdik. Fədakar insan, necə insan? Oldu sifət, mənə də isim lazımdır. Gözəllik, gözəl, gözəldən, gözəllik. Qrammatik şəkilçisi yoxdur, bəli. İsimdir, gözəlliklə, bəli. Düzəltmədir, bəli, düzəltmədir. Mücərrəddir, gözəlliyi görürsən, xeyr. Tuta bilirsən, xeyr. O sənə toxuna bilir, toxuna bilmirsən. Oldu Y variantı. Təyyarə görəndə biz uşaq kimi sevinərdik. Cümləsində isimlərin xüsusiyyəti ilə bağlı səhv fikri göstər. Xüsusiyyəti ilə bağlı səhv fikri deyirsə, isimlərlə təyyarə və uşaq. Hər ikisi adlı haldadır. Təyyarə, təyyarəni görəndə, bu burada təsiri haldadır. Qeyri-müəyyən təsirlikdədir. Avtomatik oyunu tətbiq eləmək lazımdır vəziyyətə görə. Bu da bənzətmə qoşmasıdır. Bənzətmə qoşmaları da isimin adlı halına qoşulur. Oldu nə? Səhv olaraq adlı halda deyil. Biri adlıqdadır, biri də təsirlikdədir. Biri ümumi qrammatik mənasına görə digərlərindən fərqlənir. Ümumi qrammatik mənasına görə nitq hissələrindən söhbət gedir. Üzürlü necə, tozlu necə, günəşli necə, ütülü necə, kəndli, lülü amonim şəkilcidir. Yerinə görə insan anlayışı yaradır, yerinə görə də əlamət bildirir. Bunlar sifətdir. Bu isə kəndli, insan anlayışı, məktəblidir, kəndlidir, şəhərlidir. Bunlar insan anlayışı bildirinə görə isimdir. Kəndli, kim, oldu Y. Biri ümumi qrammatik mənasına görə digərlərindən fərqlənir. Əvvəlkinin təkrarı. Yenə maraqlı sifətdir, görkəmli sifətdir, hünərli sifətdir, ürəkli sifətdir. B də oldu məktəbli isim. Altından xətt çəkilmiş şəkilçilərin növlərini işlənmə ardıcıllığı ilə müəyyənləşdirin. Sonra nə deyir burada? Düzdə zəmi qalxır, evdə səməni. Süfrəsi, qonaqlı, baharım mənim. Süfrəsi. Deməli, onun süfrəsi olur mənsubiyyət. Sonra mənim baharım mənsubiyyət. Bu da hal olacaq. Yeri dəyişib deyil, bu inversiya baş verir. Mənim baharım yerləri dəyişib. Aslı ilə əsas tərəfin yeri dəyişib. Oldu nə? Həmçinin qrammatik normanın pozuntusunu görürəm mən burada. Sonra oldu nə? C variantı. Sonra altından xətt çəkilmiş şəkilçinin növlərinin işlənmə ardıcılığını müəyyənləşdirin. Ələskərəm, şad olmadım dünyada. Səni gördüm, dərdim oldu ziyada. Deməli, baxdıq. Ardıcıllıq düzdür. Ələskərəm şəxs sonluğudur. Mən ələskərəm. Şəxs sonluğu olsa xəbərlikdir. Səni gördüm. Feilin yanında gəlir. Bu təsirlikdədir. Mənim dərdim oldu mənsubiyyət. C variantı. Sən də onlardan biri cümləsində buraxılmış şəkilçini müəyyənləşdir. Biri sən. Şəxs sonluğudur. Şəxs sonluğu ixtisar oluna bilər. Oldu nə? 15-də deyir ki, nümunədə altından xətt çəkilmiş sözlərlə bağlı səhvi müəyyənləşdirin. Yar gülü telə bağlar. Kəmərin belə bağlar. Deməli, biri mənsubiyyət şəkilçisi ilə işlənib. Telə yönlükdür. Kəmərin belə bağlar. Kəmərin belə bağlar. Bu burada yiyəlikdir. Biri mənsubiyyət şəkilçisi ilə işlənib. Yar gülü nümunədə altından xətt çəkilmiş sözlərlə bağlı səhv fikri. Bu səhvdir. Hər ikisi sadədir, bəli. Hər ikisi konkret isimdir, bəli. Teli də görürəm, kəməri də görürəm. Bu da doğrudur. Biri yönlük, biri adlıqdadır. Biri yönlük, biri adlıqdadır. Axım, adlıqda deyil, bu yiyəlikdədir. Burada bir dənə, hər ikisi təkdədir. Təkdə olmaq. Deməli, bu testdə 2 dənə səhv variant var. Biri mənsubiyyət şəkilçisi ilə işlənib. Burada tutalım. Mən bunu mənsubiyyət kimi qəbul etsəm, tutalım. Biri mənsubiyyət şəkilçisi ilə işlənib. Bunu düz götürdüm. Tutalım, götürdük. İndi gəldik D variantına. Biri yönlük, biri adlı haldadır. İsimində mənsubiyyət şəkilçisi də axım isimin adlı hal şəkilçisi qəbul edib.
Ümumi isimlərlə bağlı versə, hə, tapmaq olar, bir şey çıxartmaq olar ortaya. Amma burada testdə 2 dənə səhv variant var. Bir D-dır, bir də A-dır. Siz də şərhdə yazarsınız. Baxarım görüm nə düşünürsünüz. Nümunədə altından xətt çəkilmiş sözlərlə bağlı səhv fikri göstər. Sonra nə deyir? Mərmər abidələr, tökmə heykəllər bəzəkdir hər böyük kiçik şəhərə. Hər böyük kiçik şəhərə. Deməli 16-da deyir ki, birinci cəm, ikincisi təkdədir. Abidələr, bəli, bu cəmdə, bəzəkdir, bu təkdədir. Bu doğrudur. Hər iki sözün kökü isimdir. Abidə nə? Bəzəməkdən bəzək. 16-da səhv variant B variantıdır. Niyə? Çünki bəzəməkdən bəzək. Feildir o, sözün kökü bəzəmək. Hər ikisi adlı xaldadır. Bəli, ismin cəm şəkilçisi və xəbərli şəkilçisi adlı xal götürülür. Bu doğrudur. Hər ikisi ümumi isimdir. Bəli, bu düzdür. Sonra biri sadə, digəri düzəltmədir. Bəli, bəzəməkdən bəzək. Bu düzəltmədir, bu isə sadədir. Oldu B variantı. 17-də nə deyir? Deyir ki, gələn bəzirgandır, gedən xocadır. Nümunəsində ümumi isimlər hansı şəkilçi ilə işlənmişdir? Ümumi isimlər. Bəzirgan, xoca. Ümumi isimlərlə bağlı ümumi isimlər hansı şəkilçi ilə işlənib? Hansı şəkilçi ilə işlənib? Bəzirgandır, xocadır, xəbərli şəkilçisi. Xüsusi isim hansı şəkilçi ilə işlənib? Ələskərdir, mənim adım. Aləmi yandırır odum. Ələskərdir. Əlbəttə, nəyə şəkilçisi olacaq? Xəbərli şəkilçisi. Ələskərdir. Dur, xəbərli şəkilçisidir. İxtisar olunub sadəcə orada. Tələffüz formasında verilib də. Sonra 19-da nə deyir? Sonu samitlə bitən isimlərdə təsiri hal şəkilçisi hansı qrammatik şəkilçisi ilə formaca oxşardır? Formaca oxşardır. Üçüncü şəxsin təkinin mənsubiyyəti ilə. Sonu samitlə bitən isimlərdən yerik hal şəkilçisi hansı qrammatik şəkilçi ilə formaca oxşardır? Əlbəttə ki, ikinci şəxsin təkindən 14 variantı. İsimlərdə şəkilçi ardıcılığı baxımından uyğunsuzluğu müəyyənləşdirin. Uyğunsuzluğu müəyyənləşdirək. Təsiri real və xəbərli şəkilçisinin uyğunsuzluğu budur. Çünki təsiri hal söz xəbər ola bilməz. Sonra isimlərdə şəkilçi ardıcılığı baxımından uyğunluğu müəyyənləşdir. Şəkilçi ardıcılığı baxımından uyğunluq çıxışlı xaldan sonra gəlməlidir xəbərli şəkilçisi. Cəmdən sonra gəlməlidir. Mənsubiyyət. Yox, cəm hal mənsubiyyət. Sonra yerik hal və xəbərlik. Cəm, hal, mənsubiyyət və xəbərlik. C variantı. Qeyri-müəyyən yerik halda olan söz hansı nitq hissəsindən düzəlmişdir? Qeyri-müəyyən yerik halda olan söz. Gözəllik duyğusu ucaldır hər kəsi. Duyub düşünməyə çağırır bizi. Gözəllik duyğusu ikinci növ söz birləşməsidir. İkinci növ söz birləşməsində aslı tərəfi olur qeyri-müəyyən yerik hal. O da deyir, hansı nitq hissəsindən düzəlib? Gözəldən gözəllik. Bir dənə leksi şəkilçi var. Kökə baxmalıyam. Gözəl deməli nədən düzəlib? Sifətdən. 23-də oldu A. 24. Hansı cümlədə altından xətt çəkilmiş söz isimdir? Torpaq yol qəsəbəyə qədər uzanır. Torpaq nədir? Torpaqdır, qızıldır, gümüşdür, saxsıdır, poladdır, betondur, dəmirdir, rezindir, dəridir, yundur, ipəkdir. Sonra bunların hamısı yadınızda saxlayın ki, isimdir. Sadəcə cümlədə sifətləşir, sifətin xüsusiyyətini göstərir, amma morfoloji cəhətdən isim. Torpaq yol burada sifətləşib, sifətin xüsusiyyətini götürüb, amma morfoloji cəhətdən bu isimdir. Bu isim. Atası uşağa yun əlcək aldı. Bu isim. Hələ ki, C-yə baxmıram. Biz dəmir boruları, bu isim. Sonra onun gözəlliyi hamını vali etmişdir. Bunun da kökü sifətdir. Ancaq lıqlıqluqlu şəkilçisi nədir? İsim yaratdığına görə bu da isim.
İndi keçdik bura. Mənim dünənkilərdən xəbərim yox idi. Dünənki. Yadınızda saxlayın. Çı, çi, çu, çü. Çı, çi, çu, çü. Sifət yaradır. Çox vaxt. Amma isimin yəlik hal şəkilsindən sonra qoşulanda o isim yaradır. Hal-hazırda buradakı dünənkilərdən oldu nə? Sifət. Oldu C variantı. Sonra 25-də nə deyir? Deyir, üzərində rəqəm yazılmış sözlərlə bağlı doğru fikri göstər. Doğru fikri göstərək də bizdə. Deyir ki, anlayış olmuşdur. Gülüşündə güllər astı könlümüz. Gözəl dünya, gözəllərin var olsun. Vurğunu da, yorğunu da biz olduq. Gözəl dünya, gözəllərin var olsun. Yazmış sözlərlə bağlı doğru fikir. İki konkret isimdir. İki konkret isimdir. Təsiri haldadır. Baxaq görək. Konkret isim. Gülüşündə güllər açdı könlümüz. Gülüşündə güllər açdı. Gülləri açdı deyə bilmirəm deyəm. Bu isimin adlı halıdır. Konkret isim olmana konkret. Amma ki, nədir? Təsiri halda deyil, adlı haldadır. 3 isimdir. Saitlə başlanan hər şəkilsi artırdığına görə son saiti itirmişdir. 3 isimdir. Könlümüz. Saitlə başlanan şəkilsi, hal şəkilsi deyir o, mənsubiyyəti. Çünki milli sözdür. Könül sözü. Burun, alın, qoyun kimi könül də milli sözdür. Milli sözlərə də mənsubiyyətdə düşür, halda düşmür şəkilsi. Bunu da buradan səhv olduğuna görə götürmürük. Sonra gəldik digər tərəfə. 4 və 5 təsiri hal şəkilçisi qəbul etmiş mücərrəd mənalı isimdir. 4 ilə 5. Vurğunu da, yorğunu da biz olduq. Təsiri halda olan mücərrəd isimdir. Vurğun, onun vurğunu, onun yorğunu. Buradakı mənsubiyyətin şəkilçisidir. Burada 7. Hamısı ad bildirmir. Hamısı ad bilmir. Baxım görüm. Gülüş, güllər, könlümüz, vurğun, yorğun, artıq yorğun sifətdir. Hamısı ad bildirmədi, D variantı. Sonra, isimə aid bütün qrammatik şəkilçiləri qəbul edə bilməyən sözləri müəyyənləşdir. Sözləri müəyyənləşdirək. İsimə aid bütün qrammatik şəkilçiləri, isimə aid cəm, hal, mənsubiyyət, şəxs xəbərli şəkilçisi. Yadınızda saxlayın. Dəmirçilik və əhali cəm şəkilçisini qəbul etmir. Bu dəmirçilikdir, müəllimlikdir, həkimlikdir, duluzçuluqdur. Peşə ixtisasları, yəni lıqlı qəbul etmiş sözlərin çox hissəsi cəm şəkilçisi qəbul etmir. Oldu B variantı. Əmin bağçada bir neçə armud ağacı əkmişdi. Cümləsində isimlərlə bağlı yanlış fikri. İlk öncə isimləri seçirik. Əmin, bağça, armud, ağacı. İsimlərim bunlardır. İndi gedib isimlərimin üzərində bir baxmalıyam, bir nəzər atmalıyam, görüm nə istəyir məndən. Yanlış fikri göstər. Yanlış fikri göstər. Gördük. Qeyri-müəyyən yəlik halda işlənən isim var. Əmin bağçada bir neçə armud ağacı. Bəli, armud ağacı ikinci nöqtəyin söz birləşməsidir. Qeyri-müəyyən yəlik haldadır armud. Bu doğrudur. Eyni halda olan isim yoxdur. Bu yerlikdədir. Bu adlıqdadır. Bu yerlikdədir. Bu da adlıqdadır. Əmin bağçada eyni halda olan isim yoxdur. Armud ağacı əkmişdi. Armud ağacı qeyri-müəyyən yerdə işləmiş isim var. Əmim bağçada mənim əmim. Eyni halda olan isim yoxdur. Əmim. Bu əmim, mənim əmim. Mənsubiyyət isə ismin adlı hal götürülür də. Bağçada yerlikdir. Bir neçə armud ağacı ağacını əkmişdi. Mən bunu təkcənə deməli, mən bunu adlı xal kimi götürə bilmərəm. Armud ağacını əkmişdi. Bu təsirlikdədir. Bəli, bu da doğrudur. Mənsubiyyə şəkilçili isimlər qurulursa sadədir. Mənsubiyyə şəkilçili isimlər qurulursa sadədir. Mənsubiyyə şəkilçili sözlər qurulursa sadədir. Baxım görüm, əmdən əmim sadədir.
Ağac, bir neçə armud ağacı. Bəli, bu da sadədir. Sonra hal şəkilçiliyi 2 isim var. Baxın, əmim adlı hal, bağçada yerlik hal, armud yerlik hal, ağacı təsiri hal. Oldu 4 dənə D variantı. Hansı fikir klasteri tamamlamaq olmaz? İsim. Cümlənin bütün üzvü ola bilər. Cümlənin bütün üzvü ola bilər. Əsasən mübtəda və tamamlıq olur. Tamamlamaya bilməyəni. Mürəkkəb isimlər bitişik, devslə və ayrı yazıla bilər. Mürəkkəb isimlər bitişik. Ayrı yazılan mürəkkəb isim yoxdur. Ayrı yazılan mürəkkəb isim yoxdur. Oldu nə? A variantı. Bunun eyni ilə sifətlə oxşar cəhəti daha. Sifətlər də bitişik yazıla bilir, defslə yazıla bilir, ayrı yazıla bilmir. 29-da hansı nümunədə ayrı-ayrılıqda isimin cəm, hal, mənsubiyyət və xəbəri şəkilçisini qəbul etmiş sözlər var. Bəli, inan ki, sən. Ölümün belə coşqun nəğmələrdə qərar tutacaq. Deməli, 29-da baxın, bəli, inan ki, sən. Ölümüm belə. Mənim ölümüm. Coşqun nəğmələrdə qərar tutacaq. Deməli, nəğmələr, cəm və hal qərar tutacaq. Mənə deyir ki, ayrı-ayrı sözlərin üzərində cəm, hal, mənsubiyyət olsun. Mənsubiyyəti var, amma cəmlə hal eyni yerdədir. Dünyada ən gözəl şah əsərləri yaratdı zəhmətin cəsur əlləri. Dünyada hal, ən gözəl şah əsərləri, mənsubiyyət, yaratdı zəhmətin cəsur əlləri. Zəhmətin əlləri. Deməli, yiyəlikdədir. Cəm və mənsubiyyət eyni şəkilçinin sözün üzərindədir. Bu da lazım deyil. Bəxtiyarsan, əgər çəkdiyin əmək cahan bağçasına versə bir çiçək. Baxaq görək. Bəxtiyarsan, sən bəxtiyarsan şəxs sonluğudur. Əgər çəkdiyin əmək adlı haldadır. Cahan bağçasına versə bir çiçək adlı hal. Cahan bağçası bu yiyəlikdədir. Bu isə həm yönlükdə. Burada cəm şəkilçisi yoxdur. Ağıllı adamlar, yaxşı adamlar, bilik kitabdadır, axtarsan əgər. Ağıllı adamlar cəm, yaxşı adamlar cəm, bilik kitabdadır, hal, axtarsan əgər, burada da yoxdur, mənsubiyyət yoxdur. İnsandır məhəbbətin sevinci, qəmi, anadır yaraları, atadır məlhəmi. Deməli, məhəbbətin sevinci yiyəlikdir, adlıqdır, qəmi adlıqdır. Bizdən nə istəyir? Cəm, hal, mənsubiyyət. Halı var, mənsubiyyəti var. Anadır yaraları, atadır məlhəmi. Yaradan yaralar, cəm şəkilçisi. Oldu nə? Elə bu testliyi variantı. Uyğun fikri müəyyən edin. Yaxşı, qoca. Yaxşı, qoca. Bəs fikrin nədir? Adlıq halda olan isim cümlə üzvüdür. Doğrudur. Yaxşı, qoca. Bəs fikrin nədir? Adlıq halda olan isim cümlə üzvüdür. Doğrudur. Uyğunluğu göstərsək. Yaxşı, qoca. Adlıq halda olan. Bəs fikrin nədir? Fikrin adlıq halda olan isim cümlə üzvüdür. Allah, sənin fikrin nə? Mənsubiyyət şəkilçisi qəbul edib və cümlənin cümlə üzvüdür. Oldu A variantı. 31-ə baxırıq. Deyir ki, nümunədəki isimlərlə bağlı səhv fikri göstər. Səhv fikri göstərək. Azadlıq səhərinin həsrət ilə anmısan.
Azadlıq vuruşunda ocaq olub yanmısan. Üç rəngli bayrağını qanınla qazımısan. Yaşa ey vətən oğlu, bu torpaq üçün yaşa, bu millət üçün yaşa, bu torpaq üçün yaşa. Zəlimxan Yaqub. Deyir ki, birinci misrada isimlərin biri yiyəlik, biri təsiri, biri isə adlıq haldadır. Bir baxaq görək. Demək, azadlıq səhərini. Demək, azadlıq səhəri ikinci nöqtəyin söz birləşməsi. Bu yiyəlik. Səhərini, burada təsirlik. Həsrət ilə anmısan, nə ilə anmısan? Bu da oldu nə? Qoşmalı isim. Yəni adlı xal ilə qoşması, adlı xala qoşub. Bu doğrudur. Üçüncü misradakı isimlərin biri təsirlik, digəri yiyəlikdir. Üç rəngli bayrağını qanınla qazımısan. İndi getdik. Üç rəngli bayrağını, biri təsir, biri yiyəlik. Üç rəngli bayrağı. Üç rəngli bayrağın. Deməli, üç rəngli bayrağın, sənin bayrağın. Bu adlı xal. Qanınla qazımısan. Üçüncü misrada isimlərdən bir təsir, digər yiyəlik haldadır. Yiyəlik halda mən siz görmürəm burada bir variantı. Nümunədəki isimlərə bağlı səhv fikri göstər 32-də. Ovçu insaf ilə keçmə bu düzdən. O çöllər qızını ayırma bizdən. Qoyma ağrı keçə ürəyimizdən. Qıyma öz qanına boyana ceyran. Nə gözəl, yaraşır muğana ceyran. Səməd Vurğun. Deməli, isimlərlə bağlı fikri soruşursa bizdən. Birinci misradakı isimlərdən biri adlıq, digər çıxışlıqadır. Ovçu, insaf ilə keçmə bu düzdən. Düzdən çıxışlıqdadır, belə deyir adlıqdır. Ovçu, müraciət etdiyinə görə mütəxitab adlıq halda olur. Bu doğrudur. Üçüncü misradakı isimlərdən biri adlıq, digəri yerlikdir. Qoyma ağrı keçə ürəyimizdən. Ürəyimizdən çıxışlıqdadır. Ağrı keçə, ağrı nə? Ağrını keçə bu təsirlikdədir. Mən bunu tamam mübtada götürdüm. Tamam, nəyi keçə? Ağrını. Bu da oldu nə? Təsirli halın şəkilçisi. Burada da deyir, üçüncü misrada isimlərdən biri adlıq, digəri yerlikdədir. Bir çıxışlıqdadır, bir də isə təsirlikdə. Bir variantı. Sonra, nümunədə isimlərlə bağlı səhv fikri müəyyən edin. Coşqun qəlbin hər kinini, hər nifrətini. Gen dərələr, uca dağlar duya bilərmi? Əli qanlı bir dünyanın cinayətini, yağan yağış, axan sular yuya bilərmi? Nəbi Xəzri. 33-də baxaq. Deyir ki, nümunədə mənsubiyyət şəkilçili 3 isim həm də hal şəkilçisi qəbul edib. Baxaq görək. Coşqun qəlbin eyni şəkilçisi isim həm də hal şəkilçisi. Coşqun qəlbin hər kinini, hər nifrətini. Nifrət, kin, sənin kinin. İsmin həm hal, həm də mənsubiyyət şəkil. Kinini, nifrətini. Bu həm hal, həm də mənsubiyyət şəkilçisi. Həm mənsubiyyət, həm də hal şəkilçisi var. Coşan qəlbin. Nümunədə baxın. Gen dərələr, uca dağlar duya bilərmi? Əli qanlı bir dünyanın cinayətini. Baxaq görək. Dünyanın cinayətini. Dünyanın cinayəti. Oldu bu burada mənsubiyyət. Bu da hal şəkilçisi. Doğruca, bu A variantı doğrudur, səhvləri soruşur. Üçüncü misradakı isimlərdən ikisi təsiri, biri yiyəlikdədir. Əli qanlı bir dünyanın cinayətini. Üçüncü misrada. Əli qanlı bir dünyanın cinayətini. Üçüncü misrada isimlərdən ikisi təsiri haldadır. Əli qanlı necə? Qandan qanlı bu sifət zərdən leksik şəkilçisi. Luli. Cinayət. Burada bir dənə təsiri hallı söz var. Oldu B variantı. Nümunədəki isimlərin xüsusiyyətlə bağlı səhv fikri göstər.
səhv fikri göstərək. Deyir ki, çayların başında süzən sonalar, qəlbi dağlar kimi böyük analar, mənim qismətimə düşmüş əzəldən, tarixlər zövq alır yaradan əldən. Deməli, baxaq görək. 3-cü misrada mənsub şəkildə söz yönlük haldadır. Mənim qismətimə bəli, doğrudur. 1-ci misradakı isimlərdən biri adlıq, biri isə yəylik, biri isə digəri isə yerlik haldadır. Çayların başında süzən sonalar. Çayların başında bu yəylikdədir isim. Bu yerlikdədir. Süzən sonalar bu isə adlıqdadır. Bu da doğrudur. Nümunədə işlənən bütün isimlər sadədir. Bütün isimlər sadədir. Baxam görək, çaylar, başında, sonalar, qəlb, dağlar, analar, qismət, sonra tarix, sonra əl. Bunlar hamısı ismin adlıq halındadır. Bütün isimlər sadədir, yəni adlı, həm də adlıq halda. Adlıq halda nə idi? İsim sadədir. Sonra nümunədə mənsubiyyə şəkilçili 2 isim həm də hal şəkilçisi qəbul etmişdir. Mənsubiyyə şəkilçili 2 isim. Mənsubiyyə şəkilçisi 2 isimdir, həm də yerlik hal şəkilçisi qəbul edib. Bu da yönlük hal şəkilçisi qəbul edib, mənsubiyyət şəkilçili sözdür. 2-ci misrada isimlərdən biri təsirlik, ikisi adlıqdadır. 2-ci misradakı isimlərdən biri təsirlik, ikisi adlıq haldadır. Qəlbi dağlar kimi, onun qəlbi adlıq, sonra dağlar kimi adlıq, böyük analar adlıq oldu. Y variantı səhv. 35-ə baxırıq. Deyir, təsiri halla bağlı silogizmi tamamlayın. Birinci hökm, ikinci hökm verib, üçüncü nəticəni biz tamamlamalıyıq. Təsiri hallı söz xəbər ola bilmir. İsmi xəbərlik, isimlər, ikinci hökm, isimlər xəbərli şəkilçisi qəbul edərək cümlənin xəbəri ola bilir. Təsiri haldan başqa digər hallar xəbər ola bilmir. Əksinə, niyə olmasın ki? Təsiri hallı söz ismə məxsus bütün qrammatik şəkilçilər qəbul edir. Niyə qəbul etsin ki, xəbərlik şəkilçisini qəbul edə bilmir? Təsiri hallı olan söz xəbərli şəkilçi qəbul etmir, elə C variantıdır. Hər gün mənə sabahımsan deyərdin, dünəninəm daha, məni gözləmə. Altından xətt çəkilmiş sözlərlə bağlı hansı fikir səhvdir? İkisinin tərkibində xəbərli şəkilçisi işlənib, bəli. Sabahımsan, ikinci şəxsin təki, bir də dünəninəm, birinci şəxsin təkinin şəkilçisi. Bu doğrudur. Hamısı ad bildirmir. Məni, mənə əvəzlikdir. Biri yönlük halda işlənib, bəli. Bu doğrudur. İkisi müxtəlif şəxsə aid mənsubiyyə şəkilçisi qəbul edib. Baxın, ikisi mənsubiyyə, bəli, mənim sabahım, bir də mənim dünən, sənin dünənin. Birinci şəxsin təki ilə ikinci şəxsin təkinin mənsubiyyətini qəbul edib. Heç bir adlıq halda deyil. Elə sabahımsan, dünənimsən isimin adlıq halıdır. Bu yönlükdədir, bu isə təsirlikdədir. Y variantı. Sonra 37-də nə deyir? Deyir, səhv fikri müəyyənləşdirin. İsimlərin hamısı cəm şəkilçisi qəbul edə bilmir. Bu doğrudur. Sonra adlıq və təsiri halda olan söz ismə məxsus bütün qrammatik şəkilçiləri eyni zamanda qəbul edə bilmir və təsiri xəbər şəkilçisini qəbul edə bilmir. İsmin bütün halları qoşmalarla işlənə bilmir, bəli, təsiri hal işlənə bilmir. İsimlər müxtəlif nitq hissələrindən düzələ bilir. İsim sifətdən də, feildən də. Adlıq halda olan söz cümlədə yalnız mübtəda və ismi xəbər vəzifəsində çıxış edir. Yalnız yox, yer gələndə təsiri halda ola bilər. Təsiri hal nə idi? Təyin də ola bilər. Səhv variant, Y variantı. Klasteri tamamlaya bilən fikir. İdarə işçi axtarır cümləsində ilk 2 söz. Axtarır, kimi axtarır? İşçini, hara, idarə. Deyir ki, 2 ilk söz. Bunu ilə bunu.
Deməli, ismin adlı halındadır. Biri ismin təsirliyindədir. Biri isə idarə adlı haldadır. Sonra bir-biri ilə tabelilik əlaqəsi. Tabelilik əlaqəsi nələr arasında olur? Deməli, tabelilik əlaqəsi olur uzlaşma, idarə, yanaşma arasında. Burada mən görmürəm. Bir-biri ilə tabelilik əlaqəsindədir. İdarə işçi. Ümumiyyətlə, mübtəda ilə tamamlıq, mübtəda ilə zərflik bir-biri ilə əlaqəyə girə bilmir. Bu da səhvdir. Fərqli cümlə üzvüdür. Bəli, biri mübtədadır, biri tamamlıqdır. Sonra ismin fərqli halındadır. Bu təsirlikdədir, bu isə adlıqdadır. Biri baş, digər ikinci dərəcə üzvü, bu da doğrudur. Güllünün inadkarlığı birləşməsində əsas tərəf bura ilə bağlı. Tərəflə bağlı düzgün fikri göstərir. Düzgün fikri göstərək də sifətdən düzəlmişdir. İnaddan, inadkar, inadkarlıq, inadkarlığı. Sonuncu leksik şəkilçisindən önə baxıram. İnadkar necə? Sifətdən düzəlib, bəli. Sonra digər tərəfdən konkret isimdir. İnadkar sözünü mən görə bilmirəm. İnadkarlıq sözünü görə bilmirəm. Sadəcə onu hiss eləyə bilirəm. Kök isimdir. İnad, nə? Sonra kökündə kök, 3 leksik, 1 qrammatik, əksinə 2 qrammatik, 1 leksik şəkilçi var. Üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisini qəbul etmişdir. Bəli, ümumiyyətlə, üçüncü və ikinci nöqtəyin söz birləşməsi əsas tərəfin mənsubiyyətin şəkilçisini qəbul edir. Sonra, keçmişindəkilərin günahsızlığı birləşməsində əsas tərəflə bağlı düzgün fikirləri göstər. Yəni, ikinci tərəflə bağlı. Deyir ki, sifətdən düzəlib. Günahdan, günahsız, günahsızlığı. Günahsız necə? Doğrudur. Bu sxema uyğundur. Kök, leksik, leksik, leksik və qrammatik səhvdir. Mücərrəd mənalı ümumi isimdir. Doğrudur. Sonra kökü isimdir. Günah, nə? Təsiri hallı şəkilci qəbul etmişdir. Səhv fikirdir. Təsiri hal şəkilcisi mən onu görmürəm. Olur nə? 1, 3 və 4. Doğru fikirləri müəyyən edin. Tərkibində doğru fikirlərdən söhbət gedirsə, tərkibində təsirlik halda söz işlənən cümlə yalnız mübtəda və xəbərdən ibarət ola bilər. Demək, tərkibində təsirli halda söz işlənən cümlə yalnız mübtəda və xəbərdən ibarət ola bilər. Bu doğru fikirdir. İnsan anlayışı bildirən isimlər də cümlədə nə sualına cavab verə bilər? İnsan anlayışı bildirən. Bu da doğrudur. Bu da doğru, bu da doğru. Sonra, yalnız adlı halda olan isimlər nə sualına cavab verir? Xeyr, qeyri-müəyyən təsirli halda, qeyri-müəyyən yiyəlik halda nə sualına cavab verə bilir? Mənsubiyyət şəkilçili söz yalnız yiyəlik hallı sözlə işlənir, səhvdir. Niyə olsun ki bu? Şəhər isminə şəkilçilər hansı ardıcılığa qoşula bilər? Hansı ardıcılığa qoşula bilər? İlk öncə gələcək nə? Şəhərli qoşula bilər. Sonra şəhərlilər. Sonra gələcək şəhərlilərimiz. Sonra gələcək şəhərlərimizin. Şəxs xəbərlik şəhərlərimizin. Ümumiyyətlə şəkilçilərin düzülüşü cəm, mənsubiyyət, hal, xəbərli şəkilçisi olur da düzülüşü. Oldu nə? Ardıcılıq necə oldu? 1, 2, 3, 4, 5 elə bu ardıcılıqla deyiləm. Sonra oldu 43. 43-də nə deyir? 43-də deyir ki, nümunədəki isimlərə aid səhv fikri göstər. Koroğluyam, gəzdiyimi tapardım. Qayalar başında qala yapardım. Ağ sürüdən əmlik quzu qapardım. Yeyib qurtlarınla ulaşım dağlar. Yiyim qurtlarınla ulaşım dağlar. Koroğlu dastanından. Koroğlunun nitqindən. Getdik. Deyir ki, səhv fikri göstər. Adlı halda olan isimlərin hamısı xəbər və tamamlıq yerində işlənir. Koroğluyam. Bu
xəbərli şəkilçisi qəbul edib, mən Koroğluyam, ancaq xitabdır. Gəzdiyimi tapardım. Adlı xalqın isimlər hamısı xəbərlik. Tapardım. Qayaların başında qala yapardım. Qayaların başı da qala yapardım. Ağ sürüdən əmlik quzu qapardım. Yeyib qurtlarınla ulaşım dağlar. Allıq-allı sözdür. Xəbərli şəkilçisi yoxdur. İndi getdik allıq-allı olan isimlərin hamısı xəbər və tamamlıq yerində işlənib. Baxın. Sonra gəzdiyimi tapardım. Nəyi tapardım? Gəzdiyimi. Allıq-allı deyil axın bu. Gəzdiyimi təsrih hallı sözdür. Səhvin biri bu. Sonra allıq-allı olan isimlərdən ikisi 4-cü misradadır. Ağ sürüdən əmlik quzu qapardım. Görək burada. Allıq-allı olan isimlərdən ikisi 4-cü misradadır. Baxaq görək. 1, 2, 3, 4. Yeyib qurdlarınla ulaşım dağlar. Adlı-xalda olan isimlərdən. Bəli, dağlar adlı xaldadır. Xitab adlı xalda olur. Adlı-xalda olan isimlərdən ikisi 4-cü misradadır. Yeyib qurtlarınla sənin qurtların. Bəli, yəli çaldı. Mənsubə şəkilçili sözdür. İsimə qoşulub. Bu da doğrudur. Doğrudur bu. Üçə baxın. İsimlərdən ikisi mürəkkəbdir. Koroğluyam, gəzdiyimi tapardım. Qayalar başında qala yapardım. Ağ sürüdən əmlik quzu qapardım. Yeyib qurtlarınla ulaşım dağlar. Səhv olan budur. Çünki mürəkkəb isim görmürəm burada mən. Altından xətt çəkilmiş isimlərin tərkibində amonim şəkilçi var. Sürü, başdan başın, bəli, hətta başında, sürüdən, dandən yerinə görə leksik şəkilçi olur. Sonra ında həm yiyəlik, həm mənsubiyyətin şəkilçisi olur, hətta leksik şəkilçi olur. Dadə həm zaman məzmunu yaradan leksik şəkilçi olur, yeri halın şəkilçisi olur. Bu doğrudur. Bir isim yiyəlik haldadır. Bir isim yiyəlik haldadır. Bax, Koroğluyam, gəzdiyimi tapardım. Qayalar başında, qaya başında qala yapardım. Ağ sürüdən əmlik quzu qapardım. Yeyib qurtlarınla ulaşım dağlar. Sənin qurtların. Qayalar başında. Baxım görüm, bir isim yiyəlik haldadır. Baxım görüm, Koroğluyam, gəzdiyimi tapardım. Qayalar başında qala yapardım. Ağ sürüdən əmlik quzu qapardım. Yeyib qurtların ulaşım dağlar. Qurtların. Bir isim yiyəlik halda. Altından xətt çəkilmiş isimlər üçün ortaq olmayan cəhətləri müəyyənləşdirin. Qazıntıları həyata keçirən dəstə oradan uzaqlaşdı. Bir də deyir ki, sarsıntılardan yaranan xəstəliklər səni əldən saldı. Qazıntı düzəltmədir, sarsıntı isə sadədir. Bu ortaq deyil. Mənsubə şəkilçisi ilə işlənib. Mənsubə şəkilçisi qazıntıları həyata keçirən sənin sarsıntıların. Bu burada mənsubiyyətdir. Ancaq qazıntıları isə təsirlikdədir. Oldu nə? 2. Bu ortaq deyil. Hal şəkilçisi ilə işlənib. Bu təsirlikdədir. Bu da çıxışlıqda. Bu ortaqdır. Feildən düzəlib. Baxaq görək. Bunu silək. Feildən düzəlib. Qazdan, qazıntı, sarsıntı. Düzəltmə söz bircə dənə budur. Qazmaqdan qazıntı. Bu feildən düzəlib. Bu isə sadədir elə.
Dördü də səhv kimi götürürük, ortaq kimi olmayan. Təsriflənməyən feillə əlaqələnib, bəli. Təsriflənməyən feil, feili sifət, hər iki qazıntılar və sarsıntılar sözü hər ikisi feilin təsriflənməyən formasından, yəni feili sifətlə əlaqəyə girib. Ümumi isimdir, hər ikisi ümumi isimdir. 45-də hansı məqamda isimlərdə cəm şəkilcisindən bilavasitə sonra xəbərli şəkilcisi işlənə bilər? Hansı məqamda cəm şəkilcisindən bilavasitə sonra xəbərli şəkilcisi? Bu olacaq cəm və mənsubiyyət şəkilcisi. Çünki şəkilcilərin düzülüşü bu ardıcıllıqlı olmalıdır. Cəm, hal, mənsubiyyət, şəxs xəbərli şəkilcisi. Oldu nə? İkisi. Yəni 2 ilə 3. Düzgün fikirləri müəyyənləşdirin. Düzgün fikirləri müəyyənləşdirək. Deyir ki, kitabın sözü yerinə görə adlıq və yiyəlik halda olan söz kimi düşünülə bilər. Sənin kitabın eləyəndə bu olacaq mənsubiyyət. Mənsubiyyətdə ismin adlıq halı götürülür. Belə deyirəm ki, kitabın üzü deyəndə bunu aslı tərəf kimi verəcəm, müəyyən yiyəlik kimi. Sonra İsimdən başqa digər nitq hissələrinin qrammatik şəkilcisi olmur. Niyə olmasın ki, cəm, hal, mənsubiyyət və xəbərli şəkilcisi nəyə xidmət edir? Bu səhvdir. Sonra digər tərəfdən yanlışdan yiyəlik halda olan söz cümlənin xəbəri ola bilər. Bəli, müəyyən yiyəlik haldan söhbət gedir. Qeyri-müəyyən yiyəlik hal vur tut bir dənə olur cümlənin ikinci nöqtəyinin söz birləşməsinin əsas tərəfi, aslı tərəfi. Bütün isimlər cəm şəkilcisi qəbul edir. Bütün isimlər cəm şəkilcisi qəbul edir, səhvdir. Məsələn, müəllimlik, həkimlik, dulusçuluq, ictimaiyyət, bunlar cəmaət, bunlar cəm şəkilcisi qəbul edə bilmir. 1-4. Nümunədəki isimlərlə bağlı düzgün fikri müəyyən edin. Deməli, rəssam, sevgilimin rəsmini gəl çək. Sevgilim gözəldir, sən də gözəl çək. Nazına gələndə fırçadan əl çək, qoyum onun nazını mən özüm çəkim. Mikail Müşfiq. Çox gözəl şairdir Mikail Müşfiq. Deməli, 47-də. Altından xətt çəkilmiş söz həm mənsubiyyət, həm də hal şəkilcisi qəbul edib. Sevgilim, mənim sevgilim. Bu burada mənsubiyyət. Sevgilimin rəsmi 3-cü nöqtəyin söz birləşməsi olduğuna görə müəyyən bildirən yiyəlik. Bir bu. Sonra gəldik. Bütün misralarda mənsubiyyət şəkilci söz var. Buranı bildik. Həm budur, həm də budur. Sevgilim, mənim sevgilim. Nazına gələndə fırçadan əl çək. Onun nazı. Qoy onun nazını mən özüm çəkim. Oldu nə? Hamısında var. Oldu 1-2. 8-də nə deyir? Deyir, nümunədəki isimlərlə bağlı səhvləri müəyyənləşdirin. Göyə baxın, dan ulduzu doğanda. İşıqlanın, nur zülməti boğanda. Haqqın nuru yağış kimi yağanda, torpaq olun, ey Allahı sevənlər. Deməli, Zəlimxan Yaqub. Deyir ki, göyə sadə yönlük halda olan isimdir. Bəli, sadə isimdir və qrammatik şəkilçi yönlük hal şəkilçisini qəbul edib. Dan və nur qeyri-müəyyən yiyəlik halda olan isimlərdir. Səhvdir. Bu tipli söz və sözləri tələffüz edərkən düzgün tələffüz etmək lazımdır. Dan ulduzu, nur zülməti kimi tələffüz etmək olmaz. Onda avtomatik ikinci nöqtəyin söz kimi anlaşılır. Dan ulduzu doğanda, nur zülməti boğanda. Buradakı danla nur adlı halda olan isimdir. Sonra ulduzu və nuru mənsubiyyət şəkilçili adlı halda olan isimdir. Baxaq görə, ulduzu və nuru mənsubiyyət şəkilçili adlı halda olan isimdir. Baxırıq, ulduzu və nuru. Haqqın nuru mənsubiyyət şəkilçili adlı halda olan sözdür. Ulduzu isə onun ulduzu, bu da oldu burada nə? Mənsubiyyət şəkilçili söz, həm də adlı halda olan. Sonra yağış
Feildən düzəltmə isimdir. Baxaq görək, yağdan yağış. Bəli, yağdan yağış, yağmaqdan yağış düzəldib. Zülməti adlı hallı mənsubiyyət şəkilçiliyi qəbul etmiş isimdir. Zülməti adlı hallı, baxaq görək, adlı hallı mənsubiyyət şəkilçiliyi qəbul etmiş isimdir. Zülmət isim ola bilər. Olacaq necə? Zülmətini boğanda. Təsiri hallı söz olmuş olacaq. Qeyri-müəyyən təsiri hal. Oldu nə? 2 və 5. Zülmət. Getdik. Uyğunluğu müəyyənləşdir. İsim, üstəgəl cəm, isim, üstəgəl cəm, üstəgəl yerlik, isim, üstəgəl cəm, üstəgəl şəxs, xəbərli şəkilçisi. Getdik. Deyir ki, zərflik vəzifəsində işlənə bilər. Zərflik vəzifəsində işlənə bilər. İsim, üstəgəl cəm, üstəgəl yerlik halda olan söz. Bu verəcəm məsələn. Zərflik vəzifəsində işlənəni isim üstəgəl verəcəm bura. Sonra digər tərəfdən tamamlıq vəzifəsində işlənə bilər. Tamamlıq vəzifəsində işlənə bilər. Bəli. Kimdə, nədə tamamlıq vəzifəsində işlənə bilər. Yerlik hal şəkilçili söz. Zərflik vəzifəsində işlənə bilər. Verir məsələn, harada. Bu yerlik hal şəkilçisidir və cümlədə zərflik sintaktik funksiya kimi zərflik olur. Sonra baxaq görək, ismi xəbər vəzifəsində işlənə bilər. İsmi xəbər vəzifəsi. İsmi xəbər. Bu da şəxs xəbərli şəkilçisi varsa, isim üstəgəl cəm, üstəgəl şəxs xəbərlik atırıq bura. Sonra deyə baxırıq, mübtəda vəzifəsində işlənə bilər. Mübtəda vəzifəsində işlənə bilər. İsim üstəgəl cəm. Uşaqlar gəldilər. Kim gəldilər? Feili xəbər vəzifəsində işlənə bilər. Bunların hamısı ismi xəbər, isim funksiyasındadır deyən feili xəbərə aid ola bilməz. 1-ə D, 2-yə AB, 3-ə C. Uyğunluğu müəyyənləşdir. Mənsubiyyət şəkilçiliyi 2 isim işlənib. Şəxs şəkilçisi qəbul etmiş isim işlənib. Hal şəkilçisi qəbul etmiş 2 isim işlənib. Getdik. Deyir ki, mənsubiyyət şəkilçiliyi birincidən başlayaq. 2 ildən artıqdır ki, mən mühəndisəm. Mən mühəndisəm. Birinci şəxsin təkin şəkilçisini qəbul edib, hətta xəbərli şəkilçisini qəbul edib, cümlədə ismi xəbərdir. Bu gedir bura. 2-yə getdi A. Sonra kiçik təpəni açdıqdan sonra kəndə çatdı. Hal şəkilçili qəbul etmiş 2 isim var. Kiçik təpədən təpəni təsirli hal. Kənddən kəndə. Bir yönlük, bir də təsirlik. Hal şəkilçisi qəbul etmiş 2 isim var. Bu da getdi bura. Fikirlərini gecələrə çatdırmaq, gənclərə çatdırmaq onun əsas məqsədidir. Gecələr nəymiş ay bala? Fikirlərini gənclərə çatdırmaq onun əsas məqsədi. Deməli, fikir, sənin fikrin gənclərə çatdırmaq onun məqsədi idi. Onun məqsədi. Deməli, bir bu fikirləri bu burada, bir də burada. Oldu nə? 2 isim, bu da getdi bura. Sonra oynamağı hər kəsin alqışına səbəb oldu. Oynamağı hər kəsin alqışına səbəb oldu. Oynamağı. Onun mənsubiyyət var, amma isimə əlavə olunmuyor. Feilə əlavə olunub.
Hər kəsin alqışına. Hər kəsin alqışı. Burada da var yiyəlik halın şəkilsi. Amma bu əvəzliyə artırılıb. Alqışı. Burada var mənsubiyyə şəkilçisi. Burada da var hal şəkilçisi. Bu heç birine uyğun getmədi. Bunu da bilirəm ki, sən yaxşı insansan. Sən yaxşı insansın. Bu da şəxs sonluğu, ikinci şəxsin, təkinin şəkilçisini qəbul edib deyən olur. Hara gedir? Şəxs xəbərlik şəkilçisinə bura. 1C, 2A-yı, 3B. Sonra ömrü və alnı. Eyler-Venn diaqramına əsasən uyğun. Bu milli sözdür. Deməli, burada nə var? Mənsubiyyətdə düşmə var. Ömründə isə ömrüdə. Burada həm hal kimi düşünə bilərəm, həm də mənsubiyyət. Getdik. Deyir ki, ümumi isimdir. Ümumi isimdir hər ikisi. Sonra mücərrətdir. Bura gedir. Adlı halda olduğunu əminliklə söyləmək olar. Əminliklə söyləmək olar. Adlı halda olduğunu mütləq bura. Sonra gəldik. Adlı halı. Çaşdım. Adlı halda olduğunu əminliklə söyləmək olar. Adlı halda olduğunu əminliklə söyləmək olar. Adlı halda olduğunu adlı halda olduğunu əminliklə söyləmək olar. Hələ bu qalsın keçək deyə baxım görüm. Qəbul etdiyi şəkilçinin təsiri hal yoxsa mənsubiyyə şəkilçi olduğunu ancaq cümlə və ya birləşmə daxilində müəyyən etmək olar. Bu da ömürdür. Çünki burada hal və mənsubiyyə şəkilçisi dəqiq deyil. Sözün kökünün ikinci hecasındakı sait düşümü baş verir. Bu da getdi bura. Baxım görüm cədə nədir? Deyir ki, adlı halda olduğunu əminliklə söyləmək olar. Adlı halda olduğunu milli sözlərdə mənsubiyyətdə düşür, halda düşmür. Adlı halda olduğunu, adlı halda olduğunu əminliklə demək olur. Niyə mən çaşdım ki, bu mənsubiyyə şəkilçisi də, mənsubiyyə şəkilçisi ismin adlı hal daxım kimi qəbul olunur. Oldu nə? 1-ə B-dir, 2-ə Y-C, 3-ə A. Sonra Eyler-Venn diaqramına əsasən yenə beyni sözü millidir. Burada mənsubiyyətdə düşmə prosesi baş verib. Şəkili sözü isə alınmadır. Həm hal, həm mənsubiyyət. Gəlir, ümumi isimdir, hər ikisinə gedir. Qəbul etdiyi şəkilçinin hal, yoxsa mənsubiyyət şəkilçisi olduğunu ancaq birləşmə və ya cümlə daxilində müəyyən etmək olar. Bu alınmış sözlərə məxsusdur. Yerinə görə düzəltmə söz hesab etmək olar. Yerinə görə düzəltmə söz hesab etmək olar. Bəli, şəkli mənə ver. Nəyi mənə ver? Burada deyirəm ki, isimdən düzələn sifət kimi düşünmək olar bu şəkli sözünü. Məsələn, cümlə daxilində necə verək? Şəkli kitabları oxumaq uşaqların xoşuna gəlir. Necə kitabları və ya hansı kitabları oldu? İsimdən sifət düzəldən şəkilçi kimi düşünmək olar. Ancaq isim kimi düşünülə bilər. Ancaq isim kimi düşünülə bilər. Bu beyni sözdür. Çünki bu sifət kimi də düşünülə bilər. Bax, nümunə göstərdim. Sözün kökünün ikinci hecasındakı sait düşmüşdür. Bu da hər ikisinə aiddir. 1-ə D, 2-ə A-yı, 2-ə B-ci, 3-ə A-yı. Sonra verilmiş isimlərlə bağlı uyğunluğu müəyyənləşdir. Bu milli sözdür. Milli sözlərdə də mənsubiyyətdə düşür, halda düşmür. Bu isə alınma sözdür. Burada həm hal, həm mənsubiyyət. Aha. Deyir ki, saitlə başlanan hal və mənsubiyyət şəkilçisi qəbul etdiyi üçün ikinci hecədə saitini itirmiş söz kimi düşünülür. Bu getdi bura. Belə yazaq. Üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul etdiyini əminliklə söyləmək olur. Bunu da götürdük çini sözünə. Məqamına görə sifət kimi də işlənə bilər. Bu fikri sözünə aiddir. C. Yalnız adlı halda olan söz kimi düşünmək olar. Bu da getdi bura çini sözünə.
Quruluşca düzəltmə isim kimi düşünmək olar. Quruluşca düzəltmə isim kimi düşünmək olar. Bu artıq səhvdir. Quruluşca düzəltmə sifət kimi düşünmək olar. Bu fikir sözünə şamil eləmək olar. 1-ə B, D, 2-ə A, C. 54. 54-də yenə zehni alınmadır. Alınmadır. Bu isə milli sözdür. Saitlə başlayan hal və mənsubiyyət şəkildə qəbul etdiyi üçün ikinci hecadakı saitini itirmiş söz kimi düşünülə bilər. Saitlə başlanan şəkildə. Bu artıracam 1-ə A-nı. Sonra üçüncü şəxsin mənsubiyyət şəkildə qəbul etdiyini əmrlə söyləmək olar. Bu boyun sözüdür, milli sözdür çünki. Yalnız adlı halda söz kimi düşünmək olar. Bu milli sözdür, boyundur. Məqamına görə sifət kimi də işlənə bilər. Zehni məsələ olur. Nədir? A, D, B, C. Deməli, ismin də axırına gəldik, çıxdıq. İnşallah keçək sifətin izahına.